Bütpərəstlik çoxlarının ağlına qədim bütlərə səcdə etmək kimi gəlir. Lakin onun müasir forması çox vaxt görünməz olur. Müqəddəs kitabdakı varlı gənci nümunə götürək. O, bütün əmrlərə riayət edirdi, amma malını kasıblarla bölüşməkdən imtina etdi. Onun bu seçimi ürəyində nəyin birinci yerdə olduğunu üzə çıxardı. Sərvəti Allahdan və yaxınlarından daha üstün yer tutmuşdu. Beləcə, şəxsi istəkləri yalnız Allaha məxsus olan ali hakimiyyət mövqeyinə yüksəlmişdi. Məhz bu, daxili dəyişiklik bütpərəstlik adlanır. Bu tələ isə xüsusilə insan öz hüquqları və azadlıqları ilə bağlı olduqda daha çətin görünür. Qanuni azadlıqlar öz-özlüyündə günah deyil. Ancaq insan öz hüquqlarını başqasının ruhani rifahından üstün tutduğu anda problem başlayır. Öz seçiminiz və istədiyiniz hər şeydən üstün gəldikdə insanın mənliyi onun son hakimiyyətinə çevrilir. Bunun yeganə həlli İsa Məsihin öyrətdiyi özündən imtina prinsipidir. Yəni, şəxsi hüquq və üstünlükləriniz başqasının ruhani həyatına zərər verə biləcəyi anda onlardan könüllü şəkildə imtina etməlisiniz. Beləliklə, yenidən varlı gəncə qayıdaq. Onun imtinası sadəcə xəsislik deyildi. Əslində, o, öz mənliyinə səcdə edirdi. Onun imtinası sadəcə mal sevgisini deyil, özünü ən yüksək hakimiyyət yerinə qoymasının təzahürü idi. Bu mövzuda daha ətraflı məlumat əldə etmək üçün şənbə dərsimizi dinləməyi unutmayın.